Bakı və Vaşinqton arasındakı münasibətlərdə gərginlik yaradan 907-ci düzəliş 33 il sonra tarixə qovuşdu. ABŞ Konqresi tərəfindən 1992-ci ilin oktyabr ayından etibarən azadlığı müdafiə aktına edilən 907-ci düzəlişlə Birləşmiş Ştatların Azərbaycana birbaşa yardımı qadağan edilib. Qeyd edək ki, azadlığı müdafiə aktı SSR-nin dağılmasından sonra yeni müstəqil dövlətlərdə demokratik idarə etmə və azad bazar iqtisadiyyatına keçidi sürətləndirmək məqsədi ilə 1992-ci ilin avqust ayında qəbul edilib. Təəssüflər olsun ki, bir neçə ay sonra ABŞ-dakı erməni diaspora və onların təsirli lobbi təşkilatlarının təşəbbüsü ilə 907-ci düzəliş qəbul edilib. Bununla Azərbaycan ABŞ-ın postsovet məkanında yardım və dəstəyini birbaşa qəbul edə bilməyən yeganə dövlətə çevrilib. Bu, həmin vaxt Ermənistan tərəfindən təcavüzə məruz qalan Azərbaycana qarşı görünməmiş tarixi ədalətsizliyidir. Həmin ildə Azərbaycan xalqı Ermənistanın təcavüzünə məruz qalmışdı, Xocalı soyqırımı törədilmişdi, torpaqlarımız ard-arda işğal edilirdi. Amma buna baxmayaraq, Amerika Birləşmiş Ştatlarındakı bir qrup siyasətçilər erməni lobbi qruplarının təzyiqi altında belə bir mənfur düzəlişə imza atdılar və Azərbaycan dövlətinə qarşı dolayı yolla sanksiya tətbiq etdilər. Zaman-zaman Birləşmiş Ştatlar öz maraqlarına uyğun olaraq bu müddəanın tətbiqini dondurub. 2001-ci ilin 11 sentyabrında baş verən hadisələrdən sonra Vaşinqtonun terrora qarşı qlobal mübarizəsində, xüsusilə Əfqanistandakı hərbi əməliyyatları çərçivəsində Azərbaycanın fəaliyyəti səbəbilə 907-ci düzəliş dondurulub. Daha sonra Birləşmiş Ştatlarda müxtəlif administrasiyalar dövründə hər il bu düzəlişin tətbiqi dondurulmağa davam edib. Ta ki 2023-cü ilə qədər. 2023-cü ildə Biden administrasiyasının Azərbaycana qarşı çox qərəzli bir tərəfli yanaşmaları nəticəsində, yenə də erməni lobbi qruplarının müdaxiləsi nəticəsində bu düzəliş yenidən aktivləşdirildi və Azərbaycan dövlətinə qarşı dolayısıyla sanksiya tətbiq edildi. Avqustun 8-də cənab prezident İlham Əliyevin ABŞ-yə səfəri çərçivəsində bir çox müşahidəçilərin, ekspertlərin gözləmədiyi ABŞ-dakı erməni lobbisinin Anka başda olmaqla təzyiqlərinə, müdaxiləsinə baxmayaraq 907-ci düzəlişin ləğv edilməsi haqqında Azərbaycan və ABŞ arasında bir razılaşma əldə edildi. 907-ci düzəlişin ləğvi bundan sonra Azərbaycan və ABŞ arasındakı münasibətlərin yüksələn xəttlə inkişafına imkan verəcək. Düşünürəm ki, bu tarixi zəfərdir və burada Azərbaycan iki imkan qazanır. Birinci növbədə Azərbaycana sərmayələr, Azərbaycana investisiya axını təmin olunacaq. Digər tərəfdən ABŞ ilə Azərbaycan arasında hərbi sahədə əməkdaşlıq yaranır. Bu da bizim təhlükəsizliyimiz üçün çox önəmlidir və məlumdur ki, Amerika Birləşmiş Ştatlarının müdafiə texnikası, silah-sursatları dünyada bir nömrəli hesab olunur və yüksək texnoloji əsaslanır. Azərbaycan-ABŞ münasibətlərinə kölgə salan iki tərəfli əlaqələrdə gərginlik yaradan bu müddəanın 33 ildən sonra ləğvi, bu ədalətsiz düzəlişin tətbiqinin dayandırılması Azərbaycan diplomatiyasının tarixi uğurudur.